Mən Məmmədov Elza, şəhid Tureyşən Məmmədovun anasıyam. Mən Elza şəhid ailəsi kimi 2009-cu ildən mənzil növbəsinə çürətib durmuşam. Bizi ev növbəsinə alan zaman şəhid ailəsi kimi bizi ev çürətinə yazmaq üçün Mingəçevir şəhəri şəhid ailələrinin sədri və İranə İsmixanlı bizdən 500 manat pul alıbdır. Daha sonra Mingəçevir şəhər icra hakimiyyətinə işləyən Mahir adında şəxs bizi mənzil növbəsinə alan zaman 2000 manat pul vermişəm. İranə ilə Mahir məni qocalar evinə kimsəsiz kimi yerləşdirmişdilər. 2024-də qazilərlə şəhid ailələrinə ev verəndə bizə ev vermədilər. Ölkə başçısı İlham Əliyevdən xahiş edirəm ki, mənim 2 göz otağımı versinlər. Mənim payıma düşən 2 göz otağımı versinlər. Bir şəhid anası kimi sizdən xahiş edirəm İlham İsmailov məni dinləsin.